Yaxşı, bax belə bir şey deyək. İndi bunları həll elədik də. Gəlin keçək mətbəxə. Mətbəxdən sonra digər yataq otağına keçək. Hə, elə bir ki, yüngülvarı bir təmir eləmiş olaq. Mətbəxə keçək onda. Bax, mətbəxə düşünün ki, dəhlizdən gəldik, əlimizdə dolu veşlərimiz var da, evə bazarlıq eləmişik. Bunu qoymaq üçün bir masamız olmalıdır. Soyuducumuz olmalıdır. Məhsulları neynədir? Yuduq, yığdıq soyuducuya. Sonra keçirib bişirmə prosesinə. Soyuducudan götürdük. Məhsulu yuduq, bişirdik. Ümumiyyətlə elektrik peçi ilə və ya qazla deyim də, yuma çanağının arasındakı məsafə ən böyük məsafə olmalıdır. Yudum, bəli. Bax, ən ideal iş görmə alanı oradır. Və soyuducu, yuma çanağı və qaz plitəsinin arasındakı məsafəni 6-9 addımdan çox olursa, Bermud üçbucağı da deyək. eyni ilə. Düz xətt üzrə də ola bilər bu arada. O 6-9 addımdan çox olursa yorulma olur. Səbəbi bilinməyən yorğunluqdur bu. Bütün günü mətbəxin içində fırlanır qadın. Bilmir niyə yorulur. Əslində o planlaşma düz getməyəndə, planlaşma çox vacibdir bu indi. Əslində siz burada dizayndan daha çox planlaşmaya gedirsiniz. Əslində belə baxanda gündəlik bəlkə də itirdiyimiz vaxtların əksəriyyəti o da. Bəli. Enerji itkisidir. Keçsək yataq otağına. Yataq otağında bu iki insanın birlikdə maraqlarını birləşdirən bir məkan olmalıdır. Və bizim ümumiyyətlə ən qlobal problemlərdən biri bilirsiniz nədir? Son dövrlərdə aktualdır. Aktual deyil əslində. Mən sizə bir şey deyim, sual verəcəm. Sizin özünüzə aid otağınız var. Yəni qadın otağı var. Qadın makyaj masası da var. Qadın qardirobu da var ki, böyük əksəriyyəti onlar təşkil eləyir. Kişi otağı var. Yox da. Əslində mənim özümün arzumdur. Ay sağ olun. Bax, evə pul gətirən kişi, evə alan kişi, kişinin heç bir şey yoxdur o evdə. Yoxdur. Otağı yoxdur. Əvvəllər bu qaraj tipajındaydı. Bir qarajda bir vaxt keçirdə bilirdi, yarada bilirdi. İndi sanitar qovşaqdır. Sanitar qovşaqdır. Hə. Amma düşünsək ki, bunlara da bir yer ayırsaq. Nə gözəl olar da. Yəni bu qadının işləməsi üçün yer ayırırıq. Makyaj eləməsi üçün yer ayırırıq. Kişiyə niyə bir zona ayırmırıq ki biz? Səbəb nədir? Bu bir nüansdır ki, hansı ki belə deyək də, bu nə vaxt ideya kimi yarandı? Baxırıq ki, kişi bütün cibində olan pulunun son qəpiyinə qədər bəzən təmirə xərcləyir. Amma ona aid deyir ki, heç nə olmaz, uşaqlar rahat olsun, heç nə olmaz, xanım rahat olsun. Yox, onların istəyini reallaşdırım. Baxırsan ki, bunun istəyi bir müddətdən sonra əslində o ağrıya çevrilir. Ona görə çəkilir də ora-bura. Bəli. Çəkilir, yanında qalır. Həqiqətən düz toxundunuz ki, əvvəl qarajlarda qalırlar. Qarajlardan çıxmırdılar. Heç bəlkə də həmin belə deyim də maşını heç sürmürdülər. Bəlkə sadəcə olaraq girirlər, nəsə təmir eləyirlər. Əslində kişiyə bir sakitləşmə zonası lazımdır yaradakı o. Bu əslində baxsanız bir bağlanma zonasıdır həmçinin. Kişini evə bağlamaq, evdə qalması üçün bir zəmindir. Həm yaratmağın və ya işləməyin sırf işdən ibarət olmadığı, onun da bir güşəsinin olmağı düşünürəm ki, heç də pis olmazdı. Bu qadınların nəzərində olsun da bu məsələ. Mütləq şəkildə. Nəzərində olsun. Mən düşünürəm ki, dəyişəcək də kişilərin ürəyinə gedən yol artıq mədəsindən deyil, kişi otağından keçir. Ayrıca kişi otağı. Bəli, eynilə.